Əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün Ələmli Qəbirstanlığı hal-hazırda 30 yanvar 2026-cı ildir. Allah hər iki qəbirstanlıqda uyanlara və eləcə də dünyadan köçənlərimizə rəhmət eləsin. Amin. Bugün də Ceyhun əmmin 5 mərasimidir. Mən onu atamın qardaşı bildiyim üçün hər gün yas yerində olam. Allah onun timsalını bütün ölənlərə rəhmət eləsin. Hal-hazırda Ələmli Qəbirstanlıqda aksiya gedir. Mən də buranın maşından getdiyinə görə Seymur əmiyə təşəkkürümü bildirirəm. Allah razı olsun. Çəkilişimizi eləyib, öz xeyir duamızı verib, kanalımızda rəsmi olaraq müəyyən kadrları götürüb qayıdırıq oraya yas yerinə. Gəlin, buyurun, operator, geç. Bu yol ağaçlarının bir neçəsini Xeyriyyətçi Əmirxan əmi əkmişdi. Qalanlarını da Sahil Kərimov əkib, Allah anasına rəhmət eləsin, eləcə də bütün öyrənlərimizin hamısına. Buyur, operator. Bunu da rəhmətlik Sabah həmin oğlu Nasir qardaşımı təşkil edib. Allah razı olsun. Demək, Qəbirstanlığın içəri tərəfindən hal-hazırda Yapon əzgərləri əkilməkdədir. Buranı əkmişdik, bir neçəsi qurumuşdu. İndi Xeyriyyətçi Əmirxan əmi tərəfindən təkrar olaraq əkilir. Allah razı olsun. Allah razı olsun. Boy, deməli, rəşadqa boyu hamısı əkilir arxın içinə. Operator, gəl sol tərəfə keç, zəhmət olmasa. Burada da qardaşlarımız işləyirlər, köməklər, Allah razı olsun. Usta Cəllət əmi də buradadır. Salam baba, salam. Ötəz. Allah razı olsun, Allah canını sağ eləsin. Qardaşımız da buradadır, köməklər, Allah razı olsun. Rəşadqanın dibi ilə getdikcə hər yerə bax. Demək, Yapon əzgərləri və gül çiçəklər, müxtəlif dekorativ ağaçlar hamısı əkilir. Gül çiçək, bax qızıl güllər əkilib. Görürsünüz, Qəbirstanlığın içi boyu. Yüksək səviyyədə hal-hazırda ağac işidir. Görülür. Ağac əkmə kampaniyası keçirilir. Gəl operator, gəlin. Görürsünüz, ağaçlar xüsusi gözəllik verir Qəbirstanlığa. Təşkilatçı özü də buradadır, Əmirxan əmi. Salam Əmirxan əmi. İşiniz avanda olsun, değerli xeyriyyətçimiz. Salam Musami, salam. Hoş gördük. Nətəsiz başındadır. Allah əlinizdə qolumuza qüvvət versin, xeyirli uğurlu olsun. Ləmbəran cəmaatı adından, televiziyamız adından, xeyriyyət cəmiyyətimiz adından sizə təşəkkürümüzü bildiririk. Dəyərli xeyriyyətçi Əmirxan əmi, ağsaqqal olaraq Ələmli Qəbirstanlığının təmizlənmə aksiyasının ağsaqqallığını eləyib, müəllifi olub, möhrünü qoyub. Fəhrəd əmi idi. Vüqar Süleymanov qardaşımızdır, İntizam əmi idi. Fəhrəd əmini vurğuladıq və Talih əmi idi. Bu aksiya başlandı. İntizam əmi dedik. Sonra Mədət əmi də öz kampaniyasını götürdü. Beləliklə 190 nəfərin adı dəftərli keçdi. Nəticədə belə bir gözəllik meydana gəldi. Bu Qəbirstanlığın təmizlənməsində burada görülən işlərə görə bütün dəstək verənlərə kanalımız adından, Ləmbəran cəmaatı adından təşəkkürümüzü bildiririk. Biz də inşallah Ceyhun əminin 7 mərasimini verib 12 nəfər köməkçimiz var. Allah rızasına atalarından, analarının ruhuna ehsan olaraq Aşağı Baş Qəbirstanlığının rəşadqalarını demək, kraskalamaya başlayacağıq. Eşitdik ki, burada iş gedir. Özümüzə boş bildik ki, kanal olaraq rəsmi gələk bu görülən işləri çəkək, ictimaiyyətə təqdim edək. Əmirxan əmi elə bir ağsaqqal, elə bir xeyriyyətçidir ki, Əmirxan əminin adı Ləmbəranla bağlı olan bütün aksiyanın siyasətində adı keçir. Əmirxan əmi nəinki Ləmbəran kəndində, hətta Respublikamızın digər şəhər və rayonlarında, kətlərində yüzlərlə az təminatlı ailənin ev tikintisində, xəstələrin müalicə alınmasında, yoxsul ailələrə ərzaq təşkil edilməsində Əmirxan əmi həmişə ağsaqqal kimi öndə olan ağsaqqallarımızdan olub öz dəstəyini verir. Əmirxan əmi, Allah sizə can sağlığı versin. Bütün cəmaat adına sizə təşəkkürümü bildirirəm. İndi deməli keçən il o ağaçlar əkilmişdi. İndi quruyanların yerini bərpa edirsiniz. Bugün neçə ağac alıb getmişsiniz bura? Günlərə 50'ye yaxın ağac aldıq. Amma demək olar ki, onun elə bir 40'ının pulunu verdik. Bir 10 dənə, 8 dənə ağac müəllim pay verdi. Qəbirstanlıq olduğuna görə gələn də pay verdi, sağ olsun. 50 metrdə şilan kalacaq bu ağaçların suarılmağına görə. Xanım, mən aldığım məlumata görə siz bura şank dalmışsınız bugün.
Şlankda zakaz eləmişik Fərid gətirir. 50 metr şlank almışıq ki, birdən artdan su gəlmir çaydan. Çay qurur. Hə, çay quruyur, onu elə bir tez yayda suarmaqdan ötəri. Bir də o motor işləmir qa. Motorumuz işləmir, o yanıbdı. İndi onu Fəridə demişik, onu da bərpa eləyəcəyik. Evet. Ayrı hesab, bax bu küncə qədər... Bir də aldığım məlumata görə siz insanlara hörmət əlaməti olaraq yardım bu tərəfini saxlamışsınız. Eşitmişsiniz ki, kimlərsə könüllü surətdə ağac əkmək istəyir. Bəli. Buradan da beləli o qəlbindən ağac əkmək bax. istəyən insanlara görə Ailəm bəranlar. Bax, demək olar ki, bax bu küncə qədər əkdik, gəldik. Həmişə yaşılda əkdik. Gül çiçək də əkdik. Yəni buradan belə bax, hardasa bir 30 dənə, 40 dənə ağac gedər yəqin ki. Bunda insanlar Kimin ürəyindən keçirsə bax, əkmək, ağac aksiyası keçirmək bu dəqiqə ağacın əkilən vaxtıdır. Bax, buradan belə, bax bu küşdən belə kimin ürəyindən keçir, gəlsin əksin qardaş. Yəni bunu bax, özümüz spesialını saxladıq ki, görək kimsə çıxıb, gəlib bax burada bizim kimi bax bu ağacın əhməyində iştirak edəcək, yoxsa yox. O niyyətlə saxladıq. Yoxsa o 20 dənə ağacı alardıq da, əkərdik də. Bu dəqiqə ağacın da əhməli vaxtıdır. Həm də kimsə ürəyinə keçir ki, kəş eləməni... Kimsə istəyir də, istəyir ki, 5-in mən əkim, 3-ün mən əkim, 2-sin mən əkim. Kimin ürəyi istəyir, gəlib bax burada, bax küncə qədər gəlmişik. Allah qəbul eləsin. Buradan belə gəlsin, əksin, nə əkmişik, nə eləmişik, halal xoşlar olsun. Cəm ölənlərimizin. Cəm ölənlərimizin hamısını Allah rəhmət eləsin. Bundan gözəl iş nə var ki, də Allahın köməliyinə elə başa düşürəm, kimsə gəlib buradan da belə bir 10 dənə, 5 dənə ağac əkər. İnşallah. Bir də sizə və bütün dəstək olanlara kanalımız adından, xeyriyyə cəmiyyətimiz adından və Ləmbəran cəmiyyəti adından təşəkkür edirik. Sağ olun. Borcumuzdur. Allah sizlərə var versin. Borcumuzdur. Eləməkdə, gəlməkdə, getməkdə, kəndimizə, kəsəyimizə nə xeyir iş eləsək, hamısı özümüzə aiddir qardaş. Böyük savabdır. Nə eləmişik, halal xoşlar olsun. Allah sizdən də razı olsun. Atana rəhmət eləsin, anana can sağlığı versin. Bundan gözəl nə iş var? Çox sağ olun. Bax, səhər-səhər Musa babaya dedim, Musa. Gedək ağaca, dedi canla başla qardaş. Dedi canla başla, hara deyirsən orada gedək, bax. Nə eləmişik, halal xoşlar olsun. Bundan gözəl nə var ki? Bir dənə də motoru da bir dənə bərpa eləyək, şlankımızı da alaq, ondan sonra verək. Halal xoşlar olsun. Burada yatanların neysan olsun. Musa baba həm də xeyriyyəçi dəyərli ziyalımız Abbasov Elbrus müəllimin təşkil etdiyi ağac əhmə kampaniyasında da iştirak elədi. Bu yolkaların hamısını mən əhmişəm. Bir də əmmimiz vardı. Müəbbət. Müəbbət qardaş, sonra Ergünün atası. Fəxrəddin. 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 Bir də otavan oğlan vardı. Bir də şey. Cəmilin oğlu Amil. Sağ ol. Özüm də soğardım onu. Özüm də soğarmışam. O da yaşıllıqdır Elbrus'un orada. Bəli, Abbasov Elbrus müəllim. Bizim xətrimizə, bizim kəndimizin xeyrinə də o. Vətənimizə, dövlətimizə dəstək. Dəstəkdir o. Sağ olsun. Allah onun da atası Abbasov Hüseynə rəhmət eləsin. Amin. Amin. O 2 dənə yolkamız var orada. Şuna gələ. Saxlamışda 2 dənə. Yol ağacları dəkirlər, maşallah olsun. Əmirxan əmi buradan da quyu qazdırıb ki, insanlar əlinə keçən ziricibin hamısını yığdırsın bura. Buradan da yığdırıb maşına daşlanır. Əmi. Allah birin buradan qalsın. Allah canını sağ etsin. Allah qazandığına bərəkət versin. Sağ ol. Sağ ol Musa əmi, sağ ol. Bəhruz, sən də sağ ol. Gedəndə də bax. Allah özü. Olmadı aydan. Alın sizə elə. Allah razı olsun. Köməniz olmaz sənin, olmaz. Allah razı olsun. Allah qazandığını bol eləsin. Amin, amin Allah. Sağ ol. Verəsən Beyəcənə, beyəcənə başına. Allah qəbul etsin. Allah qəbul etsin. Çox sağ ol. Sigaret alarsınız, telefona kontrol alarsınız. Bəli. Həmə uğurlar olsun. Biz qayıdırıq Ceyhun əminin yasına başına. Ceyhun əmin 7-sini səhərisi 12 nəfər geri gəpədə kömələmə oranın kraskasını vurmaq. İnşallah. Bizi çıxıya görə. Gedin işlərinizi görün, Allah işinizi devam eləsin. Allah sizə var. Bizim kanalımızın, xeyriyyət cəmiyyətimizin fəxri ağsaqqallarından Əmirxan əmi. Zivil burada bu kuyu qazılıb şey ay cəmaat. Bak bu zilinizi, zivilinizi, nəyiniz artıq varsa burada işlətdiyiniz, işlənmədiyiniz, lazım olmayan şeylər getirin. De bak bu kuyuya atın, koy burada oddan. Bəli. Bundan gözəl təmizlik nə var ki? Allah razı olsun. Sizin timsalınıza bütün ağsaqqallarımızı, xeyriyyətçilərimizin hamısını salamlayırıq. Uğurlar olsun əmi. Var ol. Allah amanla. Var olun, Allah amanında gedin. Öpürəm sizi. Allah rəhmət eləsin. Amin. Gedin işinizi görün. Əlinizə, qolunuza sağlıq olsun. Gün neçəsidir orada? 7'dir. Gün 5'dir. Ha, gün 5'dir.
Allah amanlı getdik əmi. Ağac, gül, çiçək, həmişə yaşıl ağaçlar. Allah kabul eləsin. Allah hər iki qəbirstanlıqda uyanlarımızın hamısına, bütün ölenlərimizə rəhmət eləsin. Allah vətənimizi, millətimizi qorusun. 30 yanvar 2026-cı il. Sağ olsun Fərid qardaşımız bax aldı gətirdi. Allah Əmirxan əminin qazancına bol eləsin. Allah razı olsun. Bax sağ olsun bu Əmirxan əmi bax bu vedrələri 50 metr şlanqları aldırdı. 8 dənə vedrə. 8 dənə vedrəli. Bəli, bu da sizin kraskalarınız. Sağ olsun. Sağ olsun Sahil qardaş. Allah canını salamat eləsin. Bax bu kraskaları da göndərdi bizim işimizə. Allah hamını qazansın. Allah qazancınızı bol və bərəkətli eləsin inşallah. Sağ ol. Sağ ol ay Fərid. Çox sağ ol. Təşəkkür edirəm qardaş sənə. Bu şeydə ağac. Allah Əmirxan əmidən razı olsun. Sağ olsun bax. Hər gələndə 50'den. Allah razı olsun bax belə Ağac ağac güllər zat alır qəbirstanlığımıza. alıp əkəcəkdə də Allah. İndi inşallah bu gün də Ha, bəs deyil. Yox. bu gün də aparıb əkici Allahın köməyi ilə. Aparıb inşallah verir. Allah razı olsun sizdən. Ay Əmirxan əmi. Allah sizin qazancınızı Ağzın çıxarsın. Sağ ol. bol eləsin inşallah. Sağ ol. Şuranın bax elə tök var. Allah razı olsun. Allah ömür versin. Düyünlərinə ağacı var. Allah sizi də saxlasın. Harasa 50'ye yakın ağaç verdi. 60 manat pul aldı bizden. Biri manat yarımdan. Bu da hiç əziyyət pulu deyil. Bəli, bəli. Allah bağını, bağçanı bol eləsin. Amin. Amin ya Rəbbi. Allah ömür versin sağ ol. Ölənlərin Verəcəkdir. Müqaviləmiz var ki, bir son 5 gün var. O oxuyur. Biz də bunu aparıb qəbirstanlığa Yaxşı ehsan işdir, üçün. yaxşı işdir. Ehsan üçün əkirik. Allah sizi var canınızı eləsin. sağ eləsin. Sağ olun ay Əmirxan əmi. Çox sağ ol. Təşəkkür edirəm. Halal xoşlar olsun. Götürün. Bayramını da Fəhratla ikimiz dedik ki, həm şilankalaq, həm vedra alaq, həm bu ağaçların bitməyən yerlərin alaq əkək. Allah razı olsun. İkimiz həyata keçirdik bunu. Sağ olun. Çox sağ olun. Cibin dolu eləsin. Allah sizin də ruzunuzu bol eləsin inşallah. Sağ olun. Amin. Allah sizə can sağlığı versin ay müəllim. Allah sizdən razı olsun. Sağ ol. Sizinlə Sağ olun ki bax belə gözəl təsərrüfatla məşğul olsunuz ay müəllim. çox yaxşı, çox. Allah sizdən razı olsun. Allah sizi də sağ ol. Can sağlığı. Amin. 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 Ömür versin. Allah. Çıxart. Müəllimə can sağlığı versin. Hayır. Deyə bax bunları bax bu Ece bunu çıxart. Aha. Bunu çıxart. Müəllim bax bunların hamısı əkib becərib. Yavaş yavaş inşallah güllər əkilir, ağaclar əkilir. Allah'ın köməyi ilə. İnşallah işimiz davam edir. Bakın ne güzel görsənir, ne güzel görsənir. Allah var eləsin. Bütün kardeşleri, Allah qazancların bol eləsin, sağ olsunlar. Bak, güzel işler gülür gələr. Güzel işler budur. Sağ ol ay Əmirxan əmi, çok sağ ol. Teşekkür ederim ay Əmirxan əmi. Bəh. Ne qəşəng görsənir. Görülən ildən gül gələr inşallah. Bakın. Əllərinizə qüvvət. Sağ ol, aynen. Allah Oldu.
Allah ki bu işə köməklik eləyirsə, Allah onun qazancına bərəkət versin. Amin. Amin ya Rabbim. Amin. Xanım hamısını. Allah var eləsin. Sənin yorun nurla dolsun. Allah Taala hamısına rəhmət eləsin. Amin. Kim də bura kömək eləyir, qazancı artıq olsun. Amin. Allah'ın İnşallah. başına dönüm. Allah hər şeyi görür. Bəli, bəli. Dillərimizi hamısını deyib. Dillərimizi. Ne güzel görsənir. Adamın ürəyi açıldı. Valla. Allah razı olsun. Ne güzel görsənir. Allah cəmiyyətlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. 30 yanvar 2026-cı il. Allah Əmirxan əmidən razı olsun, sağ olsun, bax. Ağacları aldı, gətirdi. Biraz al. Kök onu yerdə dur. Azı da al. Əmirxan əmi, Allah sizdən razı olsun. Allah köməyiniz olsun. Allah ölənlərinizə rəhmət eləsin. Nə ağırlıq, nə iş görürük. Allah xətrinə. Ölülərimizə xətrinə halal xoşlar olsun. Allah razı olsun. Ağaçda bitməyən yerlərini əkirik. İndi şlanq da alıb gətirəcəyik, suaracağıq. İnşallah. Yəni hamımızın borcumuz. Bizim də əlimizdən gələn budur. İş yox, güc yox, bekarçılıqdır. Gəlmişik biraz heç olmasa lazım olan işləri həyata keçirək. Onun dibinə biraz Allah razı olsun sizdən. Bərdar onu Ləmbaran kəndi. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.